Salam əziz və dəyərli izləyicilərim, bugünkü videom qaraciyər yağlanması haqqındadır. Çox suallar gəlir. Çox halda arıq insanlar yazır ki, Məryəm xanım, mən kök deyiləm, amma analizlər vermişəm, qaraciyər yağlanması göstərib və sizə deyəcəm ki, hansı analizləri verirsəniz, qaraciyərinizin yağlanmasını bilərsiniz və hansı simptomlar göstərir ki, qaraciyəriniz demək ki, yağlanıb. İndi belə deyərdim, dövrümüzdə bu demək olar ki, 100-dən 90% insanlarda var. Çünki sağlam həyat tərzini çox az adam keçirir. Sağlam həyat tərzi olmadıqda da qaraciyər yağlanması 100% təşkil edir, yəni insanlarda. Deməli, qaraciyər yağlanması qaraciyər hüceyrələrində, hepatosilitlərdə yüklü miqdarda yağlanma əmələ gəlir. Yəni, yağ yığılması nəticəsində əmələ gəlir və deməli, ALT, AST deyilən qan analizləri verirsiniz, oradan bilə bilərsiniz. Xolesterolunuzu da yoxlada bilərsiniz. Çünki qaraciyər yağlanması olan zaman xolesterolunuz və yağlı zəhər triqliseritləriniz qalxır, yüksək dərəcədə olur. Yəni UZİ-yə də gedə bilərsiniz. Bu analizləri verəndə isə siz dəqiq bilə biləcəksiniz. Və qaraciyər yağlanması nəticəsində çox adamlarda dərmanlar yazılır, statin tərkibli dərmanlar. Çünki damarlarda artıq elə bir vəziyyət yaranır ki, orqanizmdə xolesterolunuz elə bir vəziyyətə gəlir ki, bu da bir çox xəstəlikləri əmələ gələ bilir. Amma istəsəniz siz bu statin tərkibli dərmanlardan uzaq ola bilərsiniz. Bu sizin öz əlinizdədir. Düzdür, qaraciyərimizdə bizim sinir olmadığı üçün xəstəliyi yağlanmasını da biruzə verə bilmir. Düzdür, bəzi kiçik simptomlar olur, amma onları çox vaxt göz ardı edirsiniz. Məsələn, bu simptomları sizə deyim ki, su da içsəniz belə köpürsünüz, ləkələr əmələ gəlir, qarnınız belə deyim də davul kimi belə şişir, təngi nəfəs olursunuz, kürəyinizdə prişiklər, ləkələr əmələ gəlir, saymaqla bitmir. Şəkər xəstəliyinin cürbəcür növləri, diabet 1, diabet 2, çünki hamısı qaraciyərdən asılıdır. Qaraciyəriniz toksinlərlə dolanda, yağ dediyim kimi, yağlanma olanda bax, bu xəstəliklər əmələ gəlir və gizlin gedə bilir. Amma istəsəniz, siniri olmadığı üçün biruzə verməyə bilər. Amma istəsəniz, qaraciyərinizi bərpa eləyə bilərsiniz. Baxın, qaraciyər yağlanması yeməyinizdən asılı ola bilər ki, qaraciyəriniz yağlana bilər. Birinci, sağlam həyat tərzi sürmədiyiniz üçün olur. İkinci, qızartma, bozartma, xəmir xörəkləri, təbii ki, bunlar sağlam qidalar deyil, ona görə qaraciyər yağlanır. Alkoqollu içkilər, spirtli içkilər, hansısa bir dərman uzun müddətdə atarsınız, o da təsir eləyə bilər. Hormonal dəyişikliklər təsir eləyə bilər. Cürbəcür səbəblər var. Amma bu sizdə simptomlar biruzə verir, siz köpürsünüz, hər yemək yeyəndə, adi su da belə içəndə, götürüb qonşu köpür, pankreatin içir, düzəlir, mən də içim, xalam qızı qara kömür içir, mən də içim, düzələcəm, bəli, içirsiniz, köpünüz götürülə bilir, amma siz simptomu aradan götürürsünüz, aşağıda yatan səbəb qalır, səbəbi götürməmiş, siz heç vaxt sağlığınıza qovuşa bilməzsiniz. Yəni, qaraciyər yağlanmasından azad ola bilməzsiniz. Dediyim kimi, davamlı yorğunluqlu yatırsınız, amma duranda yenə də yorğunsunuz. Qarnın sağ tərəfi üstə yata bilmirsiniz, şişir, köp olur, göz ağında saralmalar olur, ayaqlarda və qarında şişkinlik olur. Sonra bir yerə lap yüngülcə dəyir, əlinizmi, ayağınızmı, hara olur olsun, tez göyərir, yüngülcə dəyib ha. Bax, bunları hiss edən kimi tez qan analizi verə bilərsiniz, UZİ-yə gedə bilərsiniz. Amma dediyim kimi, istəsəniz bu statin tərkibli dərmanlardan uzaq ola bilərsiniz. Təbii ki, əgər həkiminiz çox savadlı həkimdirsə, sizə təcili surətdə yazırsa ki, statin içməlisiniz, bəli, onda içməlisiniz. Demək ki, həkiminiz sizi pul kimi görməyən həkimdirsə, demək ki, həkiminiz fikirləşir ki, sizin sağlığınız təhlükə altındadır. Amma siz zamanla həyatınızı sağlam həyat tərzi sürməklə qaraciyərinizi bərpa edə bilərsiniz ki, bu statin dərmanlar elmi sübutları var ki, şəkər xəstəliyinə 150%, 100% demirəm, 150% özünüz də araşdırsanız görərsiniz ki, şəkər xəstəliyinə gətirib çıxardır. Bunu həkimlər özləri də deyirlər. Və düzgün həyat tərzi ilə siz qaraciyərinizin yaxşı bir xüsusiyyəti var ki, öz-özünü bərpa edə bilir. Yetər ki, siz bunu istəyəsiniz. Bunun üçün nə edəcəksiniz? Baxın, birinci növbədə çəkiniz azalmalıdır, amma tez bir şəkildə arıqlamaq orqanizmə ziyandır. Qaraciyərinizə də ziyandır. Xəstəlik taparsınız.
az çalışın, çəkiniz azalsın. Çünki çəkiniz azalanda hər 1 kilo çəkiniz aşağı düşdükcə bir xəstəliyiniz azalır və qaraciyər yağlanmasından zamanla azad olursunuz. Özünüz də dəhşətə gəlirsiniz ki, get-gedə köpünüz zadınız azalır. Xəmir xörəklərindən uzaq olursunuz. Gündə ən azı yarım saat gəzməlisiniz. Baxın, heç idman demirəm sizə. Mütləq təmiz havada yarım saat qaçmaq lazım deyil. Eləcə yarım saat mütləq hər gün həyat tərzinə keçirdin gəzməyinizi. Dediyim kimi ziyanlı şeylər yemirsiniz. Axşam saat 7-dən sonra yemirsiniz. Çünki orqanizm, orqanlarımız yatır, istirahət edir. Ən tezdə mədə-altı vəzi yatır. Siz isə ona istirahət vermirsiniz. 7-dən sonra yeyirsiniz və qaraciyəriniz düşür o günə. Canınıza yazığınız gəlsin. Sağlam həyat tərzi sürün. İstəsəniz dediyim kimi bütün xəstəliklərdən azad ola bilərsiniz. Yetər ki, bunu özünüz istəyəsiniz. Ən gözəl çarə qaraciyərə birinci arıqlamaq, ikinci alaqanqal yağı içirsiniz. Alaqanqal həyatda möcüzədir. Allahın yaratdığı möcüzələrdən birinci yerdə gedir. Alaqanqalın toxumu, alaqanqalın yağı deyirsiniz ki, içdim yağını mənə kömək eləmədi. Təbii ki, eləməz. Çünki sağlam həyat tərzi sürməlisiniz. Mədə bağırsağınızda problem yoxdursa alma sirkəli su içəcəksiniz. Amma alma sirkəsi təbii alma sirkəsi, orqanik alma sirkəsi olmalıdır. Və dediyim kimi, əgər istəyirsinizsə, gözəl sağlam həyat tərzi sürmək, tam sağlam olmaq, toksinlərin orqanizmdən çıxmasını istəyirsinizsə və qəbzlikdən azad olmaq istəyirsinizsə, sienasız, aclıq otusuz, dəvə gözü, bisakadilsiz, dediyim kimi gözəlcə çəkiniz aşağı düşür, amma xəstəliyə düşmürsünüz, immunitetiniz aşağı düşmür. Çünki mən sizi apteka göndərib heç nə aldırmıram. Mən sizə köpürəm deyəndə qara kömür nədir, pankreatin demirəm için, çünki onlar dəhşət saçır. Mən sizə arıqlama çayı, arıqlama covid satmıram. Çünki onların adını eşidəndə dəhşət məni bürüyür. Özünüz də eşitmiş olarsınız. Və su diyeti ümumiyyətcə olmaz. Ay mənim qaraciyərim yağlanıb, su diyetinə oturum. Başqa xəstəlikləriniz üzə çıxacaq. Ona görə olmaz. Tam sağlam həyat tərzi istəyirsinizsə, qadınlar üçün qrupum ayrıdır, bəylər üçün qrupum ayrıdır. Bircə dəfə 20 manat ödəyirsiniz. Yeganə belə deyim, Azərbaycanda diyetolog, nutrisiolog mənəm ki, mütəxəssis olaraq apteka göndərmirəm, heç nə sizə satmıram. Tam sağlam həyat tərzi ilə böyük qarından azad olursunuz. Qaraciyər yağlanmasına meyillilik varsa aradan götürülür. Qəbzlikdən, xroniki qəbzlikdən hətta azad olursunuz. İstəyirsinizsə buyurun və bütün gözəllik sirlərimi xanımlar sizlərlə bölüşəcəm. Yazırsınız nömrəmə, əgər istəyirsinizsə sağlamlıq orduma qoşulmaq. Amma nömrəmi istər kətdən, şəhərdən, xarici ölkədən, hardan olursa olsun, nömrəmi gərək düzgün yazasınız. Özünüzdən əlavələr etsəniz, WhatsApp nömrəmi tapa bilməyəcəksiniz. Bax, mən necə tələffüz edirəmsə, o cürə yazın. Əvvəlinə 012-dir, 994, 55, 70 heç nə əlavə etməyin. Eşitdiyiniz kimi yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.